Gəldik dərilərin yuyulan yerinə. Temizlemek için 10 gün saç, yün ve koyun derisi, keçi derisi, inek derisi. Buradan bir dənə ifuneti verir də, yəni dəhşətli şəkildə. Yuyulan, rənglənən dərilərdən çıxan bax bu kəmərlərdir. Siz qort. Bu qoyun dərisi də uşaqlar hazır. Diğer insanlar çiftlikte, Riyad'da, camide, her yerde güvercin pisliğini toplar terastan. Buraya geri geliyorsunuz, paket 20 kilo 200-250 dirhem güvercin pisliği. Dəyərli izləyicilər, demək Fes şəhərində ilk gecəmizdir və biz gəldik Mərakeşin belə deyək də milli fast foodunun dadına baxmağa. Belə bir balaca bir kafedir, amma çox məşhurdur da. Yəni təəssüflər olsun ki, ağsaqqal ingilis dilində bilmir, sadəcə fransızca danışa bilir və ərəbcə. Hazırlama prosesi belədir. Bax belə dostlar, bu da bizim Mərakeşin məxsus olan milli fast foodları. Birazdan biz bunun dadına baxacağıq. Demək dostlar, aldığımız bu Mərakeşə məxsus olan bu yerli fast foodun dadına baxacağıq. Özdə harda? Klon serialının çəkildiyi həmin o bax bu küçədir. Sizlərə bununla bağlı ətraflı video çəkəcəm. Gəlin bunu test edək görək necə bir şeydir. Maraqlı bir şeydir. Sanki kartof dadı verir, yox? Məncə. Nə dönərdir, nə burgerdir. Sanki ev yeməyidir, çörəyin arasına yığıblar. Əslində Mədinə sözünün bir açıqlamasını öncə verir. Mədinə sözü yəni sadəcə şəhər deməkdir. Sadəcə fərqli ölkələrdə, məsələn Mərakeşdə Mədinə sözü qədim şəhər, köhnə şəhər kimi adlanır. Əslində Əl-Mədinə və Əl-Qədim olduqda, yəni köhnə şəhər, qədim şəhər adlanır. Bunlarsa sadəcə belə Mədinə olaraq deyirlər. Fes şəhərinin bu dar küçələrində dünyaca məşhur olan həmin o klon serialı çəkilib. Hadi Zorayda xalayla gəlmişdi bu bazara. Səhvəmsə oğlan adı yadından çıxdı. Lukas idi, nə idi? Bu küçələr həmin o filmin çəkildiyi küçələrdir. Çəkildiyi məhəllələrdir. Belə. Çox maraqlıdır. Ərəblərin o məşhur qumun içində hazırlanan kofeni sizlərə çəkib göstərmək istəyirəm dostlar, baxın. This is spice coffee and this is the herbs what we use inside. Okay. You can smell. Very tasty. Oo, çox gözəlliyi var ha. This is all the herbs mixed together because these people they like strong coffee and too much spice. والجبين وتفيد قولوا الليلة جود غصن كان العشيق نفضيف قولوا الليلة Honey. Thank you very much. Və aldığımız həmin o qumun içində hazırlanan kofenin dadına baxaq, görək necə bir şeydir. Mən digər dostumuzun kofesinin dadına baxdım, açığı adi su kimi idi. Mən əlavə olaraq bal qatdığıma görə biraz şirindir doğrudan. Belə, test eləməyə dəyər. Hər kəsə salam dostlar, demək festə ilk səhərimizdir. Bugün buradayıq, axşam isə artıq Casablanca'ya yola çıxacaq və qaldığımız evi göstərim. Evin dizaynı möhtəşəmdir, əsl Mərakeşlərə məxsus bir dizayndır, mimarlıqdır, möhtəşəmdir. Belə, evi budur, mənim otağımdır, yataq otağı. Bura qonaq otağıdır. Bunlar kafel, ümumiyyətlə hər yerdən bunlar kafeldir. Bir dənə, belə deyək, patologdan başqa. Qapısı belədir, yataq otağına gedən qapı. Çox qəşəng otaqdır. Evə biz toplamda 45 euro pul ödəmişik. Bağçadır, burada belə hamamımız belədir, bax. Hamamın gözəl tərəfisi açırsan girsən bura. Bu duşdur, değil mi? Bu duşu görürüz. Bir də duşla bərabər bax, burada belə buna nə deyirlər? Balaca kruşkalar, bu balaca kruşka ilə burada da çimə bilirsən. Burada da bu belə. Sizləri Festin dar küçələrindən salamlayıram. Hal-hazırda biz gedirik uşaqlığımızdakı o
məşhur olan Klon serialının çəkildiyi həmin Fes şəhərindəki olan oteli sizə çəkib göstərəcəm. Bir dənə belə qəşəng çörək tapmışıq, yolda aldıq. 2 dirhəmdir. Mənə o uşaq vaxtı pekarinin qabağında durardıq və bizə ona da çörək alardı. Onun iyi gəlir, ləzzət edir. Üstü çörəkdir, iyi başa gəlir adam. Yavaş-yavaş Fes şəhərinin dərinliyinə gedirik. Bu başlanğıc o belə. Bu da qəşəng şirniyyatlar satırlar. Bu nə şirniyyatıdır belə? Maraqlı bir şeydir. Diqqətimi çəkib bayaqda. Gəldik çıxdıq o qədim şəhərin, Mədinənin giriş qapısına. Sonra həmin o dediyim serialın çəkildiyi küçələr hamısını bir-bir çəkib sizlərə göstərəcəyik. Qədim şəhər, köhnə şəhər başlayır. Yemək üçün bir dənə belə bir restorana gəldik. Mərakeşin milli mətbəxinin yeməklərini servis edirlər. Bu şəhərin cəmaatının əl işləri möhtəşəmdir. Yəqin ki, qaldığımız evdən də gördüyünüz möhtəşəm o dediyim kimi ərəb memarlığının o tarixi ərəb memarlığını qoruyub saxlayırlar ki, bu da gələn turistləri daha çox cəlb edir. Mən dəvətindən olan tajin yeməyini sifariş elədim. Dostumuz kuskus qoyun əti ilə, digər dostumuz da tajin sifariş elədi. Onların milli mətbəxinə məxsusdur. Bir şey də qeyd edeyim ki, şəhərdən şəhərə yeməklərin dadında fərq dəyişir. Biraz belə deyək də, əlavələr olur. Hər şəhər özünə görə edir. Gəlsin görək yeməklərimiz nədir? Dadına baxaq, test eləyək, sizlərlə bölüşəcək. Qeyd etdiyim kimi dəvə ətindən olan tajin yeməyidir. Maraqlı bir şeydir, amma bu yemək çox isti olur. Həddən artıq çox isti olur. Yemək bir harca bir 10-15 dəqiqə çəkir o soyması üçün. Səndə nə edir ya? Tajindir də. Tajin quzu əti iləndir. Bunların üstü budur. Hariyor sifariş edir. Okay. Bir dənə belə bir salatımız var. Bu şirniyyatın yanında məhz bunu Fes şəhərində gördük. Bu şəhərə məxsusdur. Belə qeyri-adi bir şirniyyatdır. Supun yanında verirlər. Tam anlamı mən də anlamadım. Şirniyyatdır. Yəni bildiyin şirniyyatdır. Biz də test elədik, dadına baxdıq. Dəvənin əti çox qəşəngdir. Dadı çox gözəldir. Maraqlı bir təcrübədir. O qədər də isti deyil. Belə bildiyiniz bir növ küftədir də. Mərakeş mətbəxi çox gözəldir. Dadlıdır. Hadi filminin çəkildiyi həmin o səhnələr məhz bu bazarda olub, Fes şəhərində. Hadi Lukası burada azdırırdı. Yox, Zoralden azdırdı. Demək, burada maraqlı bir dənə belə tarixin memarlığı əks etdirən maraqlı bir restoran var. Düzdür, içəridə heç nə yeməyəcəyik. Bu qapının ağzında buralarda belədir. Bir nəfər durur, gələnlərə təklif edir restoran içəridə yemək. İçərisi möhtəşəmdir. Çox maraqlı bir memarlıq işi var burada. Mərakeşdə artıq demək olar ki, məscidlər, vaxtı ikən belə bir söz işlətmişdim ki, məscidlər də zaman gələcək artıq kilsələr kimi məhz turistlər üçün açıq olacaq və bir belə deyək, biznes qazanc mərkəzinə çevriləcək ki, bunun da bir bariz nümunələrindən biri də budur. Və bura görə inanca görə əlvi qoyursan və pul atırsan və inanca görə nəsə dua edirsən falan filan bir şeylər olur. Klon serialı bax bu məhəllələrdə çəkilib. Yəni burada demək olar ki, aşağı-yuxarı bütün məhəllələrdə çəkilib. Və buradan belə gəlir. İndi bu gün burada cümə olduğu üçün dükanların demək olar çoxsu bağlıdır. Adam azdır. Əslində yaxşıdır adamın az olmağı.
Bu mənada ki, yəni adam sıxlıq olanda cibgirlər burada çox gözəl şəkildə, yüksək səviyyədə işlərini təqdim edirlər. Yəni uğurluqlarını edirlər. Bu küçələrdə çəkilib seriallar. Hə, bir məlumatı diqqətinizə çatdırım. Demək, biz burada öz ana Azərbaycan dilimizdə danışırıq öz aramızda və burada yerli mərakeşlilər bizləri eşidən kimi hər zaman həmən bizə Türk iş olaraq deyirlər. Təbii ki, onlar tarix falan anlamında deyirlər, Türk olaraq bilirlər. Danışıqlarımız oxşar olduğuna görə, yaxın olduğuna görə. Belə, bu da məndən sizə bir kiçik bir məlumat olsun. Çox maraqlıdır. Bu dar küçələr, dar məhəllələr, ümumiyyətlə, hər mənada Fes şəhərinin o qədimliyi, gözəlliyi adamı valeh edir. Dostlar, burada gəldik dərilərin yuyulan yerinə. Buradan bir dənə ifunəti verir də, yəni dəhşətli şəkildə. Bax, burada dostlarımıza şey verirlər, nanə verirlər ki, o iyi öldürsün də. Bax, həmin o yuyulan rənglərdən, dərilərdən çıxan bax bu kəmərlərdir. This is goat. This is goat, yes. This is goat. Keçək. Here, this is the sheep skin. Okay. Bu Here, the qoyun. sheep. Bu qoyun dərsi də Yeah. uşaqlar hazır. Sheep. Dərli izləyicilər. Here, the cow. Bu da inək dərsi. Bax, buradır dostlar. Tarixi bir yerlərdir. Burada insanlar işləyir və dərilər burada yuyulur. Qardaş burada işləyir. Salam aleyküm. Bax, burada indi işçilər yoxdur. Bir şey anlamaq lazım ki, əgər burada insanlar işləyirsə, heç bir maska istifadə eləmədi. If you want down, Yes. here, change the color. Amonyak temizlemek için 10 gün saç, yün ve koyun derisi, keçi derisi, inek derisi. Daha sonra saçları çıkarmak için çamaşır makinesinde daha fazla. 2 saat. Daha sonra ikinci adımda güvercin pisliği, güvercin dışkısı. Ve diğer insanlar çiftlikte, Riyad'da, camide, her yerde güvercin pisliğini toplar terastan. Buraya geri geliyorsunuz, paket 20 kilo 200-250 dirhem güvercin pisliği. Güvercin Doğru. pisliği deriyi temizleyecek ve güvercin dışkısı çünkü içinde kireç taşı var, yağları deriyi temizlemek için. Yukarıdaki yağı, gelin bakın güvercin pisliği. Coco Chanel, Caca Chanel. The smell, yes. Yes, okay. Caca Ah. Chanel. Daha fazla sabunla temizledikten sonra cilt 5 gün. Daha sonra rengi yapıyoruz. Kırmızı gelincik çiçeğinde, mavi çivit kahverengi, okaliptüs, sarı, zerdeçal 10 gün rengi yapıyoruz. Orada terasta kuruduktan sonra. Renkler dedi sarı, mavi, kırmızı. The color after 10 gün. dry from the terrace there. Burada renkler, renkler. Dolayısıyla Daha sonra temizleyin. Makine elle. Sonra kemerler, seyahat çantaları, el çantası, ceket her şeyi yapıyoruz. birinci mərhələ oradadır, ikinci mərhələ rənglənmə burada olur. Qoyun dərisi və inək, dana belə dərisindən hazırlanır. Belə dəyərli izləyicilər, gəldik bu anlarda, düzdür, burada işçiləri görə bilmədik, amma bu dəri yuyulma yerini öz gözlərimizlə şahid olduq. Həqiqətən də çox maraqlı idi. Böyük bir əziyyət və zəhmətin qarşılığında o dəri sumkalar, kaşlyoklar ərsəyə gəlir. Böyük insan zəhməti qarşılığında orada böyük bir insan zəhməti, əziyyəti var. Əziyyəti durur bu dərilərin arxasında. Demək, dəyərli dostlar, gəldik bu Klon serialının çəkilən həmin o otelə. Hansı ki, səhv eləməmsə, mən yenə deyirəm, dəqiq baxmamışam. Əli dayının evi bax bura olub. Bura oteldir. Öncə belə bir çəkim. Ətrafı bir çəkim. Buradan başlayırıq bax belə. Oradan da çox maraqlıdır. Məhz bu seriala görə bura yüzlərlə, minlərlə turist gəlir. İllər keçsə belə yenə də bura turistlər gəlir. Məhz bu serialın burada çəkildiyi üçün. Doğrudan da çox maraqlıdır. Həyatımızdakı yaşadığımız, gördüyümüz şeylər möhtəşəmdir. Hisslər, duyğular möhtəşəmdir. Çünki
Bu anları heç ağlıma gəlməz ki, gəlib canlı-canlı görərəm. Dəyərli izləyicilər, gəldik bax Klon serialının həmin o çəkildiyi Əli dayının səhv eləmirəmsə evi buraydı. Həmin o oteli də çəkdik, sizlərə göstərdik. İzləməyə davam edin, biz yavaş-yavaş düşək, gedək görək. Daha harda gəzməli və ya maraqlı bir şeylər var. Çəkək sizlərə göstərək. Xəyallarımın ardınca Fes şəhərindədir. İzləməyə davam edin. Buralar çox maraqlıdır.